Hoş gördük əziz səyahət sevənlər. Hər kəsi yeni bir vlogdan salamlayıram. Soçi səyahətinin 3-cü hissəsinə başladıq. Hər kəsə xoş izləmələr. Kanala dəstək olmağı unutmayın. Biraz da Soçi haqqında məlumat verim. Soçinin ümumilikdə 4 rayonu var. Adlarını çəkirəm. Lazerski rayon, Sentralni rayon, yəni mərkəzi rayon, Soçi, indiki yerləşdiyimiz yer, Xostinski rayon və Adlerski rayon. 4 rayondan ibarətdir. Qiymətləri öyrəndim. Bu balaca yaxtaların 1 saatı 7000 rubuldur. Əslində normal bu qiymətdə 7-8 nəfər yığışsan adama 3000 rubul düşmür. Biraz da Qaradəniz haqqında məlumat verim. Qaradəniz Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Rumıniya, Bolqarıstan və Abxaziya Respublikasının ərazisində yerləşir. Qaradəniz Bosfor boğazı ilə Mərmərə dənizinə, Kerç boğazı ilə Azov dənizinə bağlanır. Dəniz sularının əksəriyyətini Don, Dnepr və Dunay çaylarından götürür. Dənizin ən dərin nöqtəsi 2210 metr, orta dərinliyi isə 1240 metrdir. İndi isə yollanırıq Roza Xotora. Dostlar, gəlib çatdıq Rusiyanın, eləcə də Soçinin ən məşhur kurort zonası olan Roza Xotora. İndi kanat yolu ilə qalxacağıq. Gördüyünüz yuxarıdakı kanatla dağa doğru. Hal-hazırda dəniz səviyyəsindən 2330 metr hündürlükdə yerləşirəm. Burada yerləncək də var. Üzü aşırıma tərəf. Siz belə bir atraksiyondur. Sürətlə aşağıya doğru gedir. Azərbaycanda da var belə bir atraksiyon. Səhv eləmirəmsə Qəbələdədir. Mən 2019-cu ildə bu atraksiyonda gəzmişəm. Həmin kadrları ən azından paylaşaram. Bu dəfə gəzə bilmədim. Neynə? Qismət deyilmiş demək. Ekskursiya ilə gəzməyin axı belə olur. Vaxt çatmır heç nəyə. Gedək. Onun üçün də heç vaxt qrup şəklində ekskursiyaları heç bəyənmirəm. Vaxt az qoyurlar, çatdıra bilmirsən. 10 dəqiqə ora çıxırsan, 15 dəqiqə bura bizi görsən vaxt qalmır. Heç kimə məsləhət görmürəm qrup turlarını. Buralar çox gözəldir. Dediyim kimi Rusiyanın ən məşhur kurort zonası sayılır. Roza Xotor, Krasnaya Polyana. Bunlar hamısı kurort zonasıdır. Hamısı bir-birinə yaxın ərazilərdə yerləşir. Buraları gəzib görmək bir neçə saat alınmır. Gərək bütün günü burada olasan. Buradakı otellərin də qiyməti çox bahadır. Amma yaxınlıqdakı kəndlərdə, qəsəbələrdə normal qiymətə gecələmək üçün ev tapmaq olar. Roza Xotor. Necədir dostlar? Vlogu bəyəndinizsə kanala abunə olmağı, dəstək olmağı unutmayın. Soçidə gəzməli, görməli yerlər çoxdur. 1-2 gün ərzində bu yerləri gəzib mümkün deyil. Ən azı bir 10-15 gün lazımdır. İndi biz buradan avtobusla gedirik Adlerə doğru. Gəlib çatdıq Adler rayonuna. Soçinin Adler rayonuna. Bura Olimpiya parkıdır. 2014-cü ildən fəaliyyət göstərir. 2014-cü ildə Rusiyada Soçi şəhərində qış Olimpiya oyunları keçirildi və Soçi həmin Olimpiya oyunlarına ev sahibliyi edirdi.
Bakıdan Soçiyə birbaşa aviabiletlər satılır. Məncə hələ bir bahalı da deyil. Yay vaxtı 150-170 manatdır. Soçinin bütün rayonları gözəldir. Amma Adler dediyim kimi əyləncə mərkəzləri ilə daha çox məşhurdur. Və Rusiyada yeganə kazino bayaq getdiyimiz Krasnopolyana yaxınlığında yerləşir. Yeganə Rusiyada yerləşən Regal kazinodur. Bundan başqa Rusiyada başqa bir kazino mövcud deyil. Bir saatdan az vaxtım var parkda gəzmək üçün. Onun üçün də samokat götürəcəm. Belə sarı. Onunla gəzək, həm də vaxtımıza qənaət edək. Hə, samokat-ımızı götürdük, getdik şəhəri gəzməyə. Ancaq vaxtımız samokatla gəzməyə çatır. Hər gün Soçiyə gəlmirik ki, gələndə də gərək gəzəsən. Gəzməyə də vaxtım ancaq samokata çatır. Onun üçün də həm gəzim, həm də sizə görsədim. Dediyim kimi 2019-cu ildə mən Adlerdə olmuşdum, təkcə Adlerdə, bir də Soçi rayonunda, mərkəzi rayonunda. İndi 5 ildən sonra yenidən qayıtdım. Çox maraqlı, gözəl bir şəhərdir. Məncə gəlməyə dəyər. Burada da plyajlar fəaliyyət göstərir. Amma Adler çox bahadır. Onun üçün də plyajlar məncə sərf eləmir. Gələn çoxlu turistlər Adlerdən biraz uzağa gedir. Mənim kimi, mən də Lazerski rayonunda oluram. Çünki həm qiymət baxımından, həm də ki otel baxımından.